Bugün sizə özəl təlimdə əksər mütəxəssislərin etdiyi, xoş niyyətlə etdiyi, amma işə yaramayan texnikalardan, üsullardan danışacağım. Öncəliklə daimi olaraq aferin, çox gözəl etdin, aferin demək. Əgər burada rəğbətləndirmə, mükafatlandırma spesifik olmadıqda davranışı möhkəmləndirmək olmur. Yəni uşaq aferin, nəyə görə aferin deyildiyini bilmir. Ona görə məsələn, oyuncağı yerinə qoyduğun üçün aferin, bu doğru olandır. İkincisi, məcbur şəkildə göz təması qurdurmaq. Mənə bax adını çağırıb, mənə baxmağını istəyirəm bu şəkildə. Öyrənmənin tək yolu göz təması qurmaq deyil, bəzi uşaqlar göz təması qurmadan da öyrənir və həqiqətən də bəzi uşaqlar göz təması qurmaq çox çətindir. Üçüncüsü, daimi olaraq xeyr, olmaz, etmə demək. Sərhədlər qoymaq çox önəmlidir, amma bunları dediyimiz zaman alternativ doğru davranışı da öyrətməyimiz lazımdır. Xeyr olmaz, amma bəs doğru olan nədir? Ona görə dərhal doğru olan davranışı da öyrətməyimiz lazımdır. Dördüncüsü, hər davranışı problem olaraq görmək. Məsələn, uşaq bəzən yerində sallanır və yaxud əl çırpması ola bilər, nəyisə təkrar edə bilər. Bu, autizm uşaqlarda bədəni reqülə etməyin bir yoludur. Ona görə hər davranışı problem olaraq görüb dərhal müdaxilə etməmiz gərəkmir.